Bir dənə də hədis var burada, çox gözəl eşitməli bir hədisdir. O hədis belədir. Deyir ki, Peyğəmbərdəndir. Deyir, leysəl iman mənzəani bi əcəbi. Sahabələrlə oturub, onlara danışır. Deyir, o adamlar ki, mənim yanımdadılar, məni görürlər, mənə iman gətirirlər, onların imanı təəccüblüdür. Vəlakinnəl əcəbə kulləl əcəb liqavmin rəqəv əvraqən fiyhə səvadun fəamənu bih əvvəlihi və axiri. O iman təəccüblüdür ki, məndən sonra kağızlar onun əlindədir. Kağıza baxır mənə iman gətirir. Onların imanı təəccüblüdür. Onların imanı baxmalı, görməli, eşitməlidir. Elə bir yazlarımlıq qaldır bu söz. Yəni nə? Kağıza baxacaq, mənə iman gətirəcək. Həzrət buyurdu, Mətə əlqa ixvani. Görəsən mən nə vaxt qardaşlarımla görüşəcəyəm? Nə zaman olacaq? Mən qardaşlarımla görüşəcəyəm. Sahabələr oturub orada. Onlar Peyğəmbərin yanındadır. Onların təvəqqüyü budur ki, Peyğəmbər onlara deyər ki, siz mənim qardaşımsınız. Peyğəmbər deyir ki, görəsən mən nə zaman qardaşlarımı ziyarət edəcəyəm, bunlara təəccüb gəlir ki, bunun qardaşları kimdir? Biz burada oluyorlar, bunların qardaşları da var. Bu fikir onların başına gəlir. Cavabında dedilər ki, Ələsna ixvanək, ya Resulallah, bəs biz sənin qardaşların görürük. Həzrət buyurdu, bəl əntum əshabi, siz mənim sahabələrimsiniz. Mən demişəm iman gətirir, siz də iman gətirir. Olubsuz sahabə. Və ixvaniyəl-ləzinə āmenū bi və ləm yərəvni və ənə iləyhim bil-əşvaq. Qardaşım olardılar ki, məndən sonra adını eşidir, mənə iman gətirəcəklər. Ah, onları görməyə ürəyində şövqi var. İstəyirəm onları görəm. Yu'menûne bil-geyb. Yu'menûne bil-geyb, yəni qeybindən iman gətirirlər. Bu hədisi biraz da açıqlar. Yəni nə? Həzrət buyurur, Əyyul xəlqi ə'zəbu iləykum imanən. Sahabələrə deyir. Siz isə kimin imanı möhkəm və təəccüblüdür? Qalu əl-mələkə. Dedilər, ya Resulallah, hamıdan möhkəm imanını Allah yaradanların içərisində mələkədir. Çünki birbaşa Allahdan hökmü alır gətirir. İnsanla Allah arasında Cəbrəil vasitədir. Amma Cəbrəil birbaşa alır. Heç bir vasitəsiz. Ona görə bunlar dedilər ki, əl-mələkə. Peyğəmbər, mələkələr diyor. Həzrət buyurdu, və mə ləhum la yu'menunə və hum ində Rəbbihim. Çox da təəccüblüdür onların iman gətirməkləri. Halbuki onlar Allah nəzərindədir. Nə üçün onların imanı güclü olmasın? Onlar birbaşa Allah'tan hökmü alırlar. Nə üçün onların imanları güclü olmasın? Odur. Qalu
ən-nəbiyyun. Dedilər, ya Rəsuləllah, yaxşı peyğəmbərlər. Həzrət buyurdu, və mə ləhum la yu'minun vəl-vəhyu yənzil iləyhi. Nə üçün onların imanları güclü olmasın? Halbuki mələkədən birbaşa əhkamı alırlar. Bəs onların imanı niyə güclü olmasın? Onlar da deyir. Qaldılar belə. Qalu fənəhnu. Onda biz yüklər. Mələkə olmadı. Sən olmadın, onda biz yüklər. Bundan sonra kim var? Həzrət onlara da buyurdu ki, və mə ləkum la tu'minun və ənə beynə ədhurikum. Sizin imanınız nə için güclü olmasın? Siz onu mühüm bir şey bilirsiniz. Halbuki mən sizin sizdəyəm. Siz Peyğəmbərinizin yanında oturursunuz. Peyğəmbərə Cəbrəil gəlir, vəhy gətirir, özündən keçir. Hər basın Peyğəmbəri, siz onları görürsünüz. Ayılandan sonra ayələri oxuyur sizə. Yaza bilməyən, oxuya bilməyən, məktəb görməyən ayələr deyir sizə, 1000 ildən sonra onun mənasını başa düşəcəklər, siz necə iman gətirməzsiniz? Görürsünüz Cəbrəil gəlir mənim yanıma. Görürsünüz ki, Allahın nüsrəti mənim yanımda siz həmişə buradasınız, görürsünüz. Dayıqlar sakit qaldılar. Ondan sonra Həzrət cavab. Həzrət buyurdu, İnnə əzəbəl xəlqi imanən. O insanlar ki, onların imanları təəccüblüdür, möhkəmdir. Ləqovun yəkununə bə'dəkum. Sizdən sonra gələcəklər, yəcidunə suhufən fiha. Kitabların içindən, kitabun yu'minunə bima fiha. Nə qədər kitablar var. Hər bir şey yazır. Dünyanın hər yerindən yazırlar, görmürsünüz. Məxsusən indi saytlarda, internetdə, nə bilim, baxırsınız, hər yerə baxırsınız, hər bir fikirdir. Peyğəmbər deyir, baxdılar, gəlib bu kitabların hamısını görəcəklər. Amma bu kitabların içərisində bir kitabı seçib ona iman gətirəcəklər. O Qurandır. O insanlar ki, məndən sonra, sizdən sonra gəlib yazıların içindən, kitabların içindən Quranı seçəcəklər və Qurana iman gətirəcəklər və məni Peyğəmbər kimi qəbul edəcəklər, onlar mənim qardaşlarımdır. Onlar mənim qardaşlarımdır. Yu'minunə bil qeyb. Onlar qeybə iman gətirirlər. Amma siz görürsünüz Peyğəmbəri, iman gətirirsiniz. İman gətirdilər. İki yolundan Allah imamları təyin etdi. Biri Peyğəmbərin vasitəsilə, biri də imamların özləri. Hansı dünyadan gedirdi, sirr-i imaməti o birsinə verirdi. Bəzi imamlar da İmam-ı Həsən, İmam-ı Hüseyin kimi həm imam təyin edirdi onu, həm də Peyğəmbər təyin edirdi onu. Peyğəmbərin öz zamanında, öz dilindən onun barəsində eşidirdilər. Peyğəmbər dəfələrlə dedi, Seyyida şəbab-ı əhl-i cənnət. Heç bir firqə yoxdur ki, deyə bu hədis yalandır. Hamı kitabında nəql edir bunu. Day səhihlər, day nə qədər əhl-i sünnət, təşəyyür, kitabları var, hamısı bu hədisi yazırlar. Həsən, Hüseyin cənnətin ağalarıdırlar. Əgər bilirsən cənnətin ağasıdır bu,
bəs nə səbəbə görə bunu öldürürsən? Nə sənəd var əlində cənnətin ağasını öldürürsən? Nə sənəd var əlində cənnətin ağasını öldürənləri təbriyə edirsən? Nə sənəd var əlində cənnətin ağasının qətlinə hökmü verən, fərman verən, əmir verən insanlara deyirsən, onun ixtiyarı var idi Hüseyni öldürən. Əgər o cənnətin ağası idi, amma bunu görmüşdülər cəmaat. Peyğəmbər mənbərdən düşdü, Hüseyni aldı qucağına, gətirdi, özü ilə saxlıyor. O Peyğəmbərdə 4-5 yaşında uşaqdı, girdi məscidə, gördü babası mənbərdə. Qaça-qaça gəlirdi, yıxıldı yerə. Ayağı ilişdi, yıxıldı. Həzrət düşdü mənbərdən, sözünü kəsdi, getdi, aldı qucağına, gətirdi, özü ilə çıxartdı, oturtdu öz yanında. Baxdı, gördü, yıxılanda dodağı parçaladı. Ondan sonra əyildi dodaqlarından. Və siz görmüşdünüz ki, Peyğəmbər Hüseynin dodaqlarından öpdü. O dodaqlara xeyzəran vurmağın mənası nə idi? Xanım Fatimə-i Zəhra bir əba demişdi, paltar demişdi, geyindirdi Hüseyin. Gətirdilər Peyğəmbərin yanına, Peyğəmbər baxdı. Gördü ki, yaxası biraz dardı ki, əsər qoyub boğazında. Peyğəmbər onu açdı. Açandan sonra gördü ki, o əba boğazına Hüseynin əsər qoyub. Bir azca qızarıb onun boğazı. Ondan sonra Peyğəmbər əyildi, onun boğazından ötdü. Cəbrəil gəldi, dedi, ya Rəsuləllah, o əsər ki, onun boynuna düşüb, sən ona dözə bilmirsən. O əsərin yerindən o Hüseynin başını. Ona görə də qiyamətin gün Kərbəlada o ki yazırlar, şir hər nə qədər elədi, Həzrətin başını kəsə bilmirdi, çünki Peyğəmbər öpən yerə qılmışını qoyurdu. Belə ki, onu başa düşdü, deyirlər, Həzrət dedi ki, ora qoyma qılıncı, o kəsməyəcək. Ora Peyğəmbərin dodaqlarıdır. Ondan sonra Həzrəti özün söyledi, arxa tərəfdən başın bədəndən ayırdı. La havle ve la kuvvete illa billah. Allahümme inna nes'elke